Salam dəyərli izləyicilərim, kanalımızın abunəçiləri, növbəti bir mənzildə hamınızı salamlayıram. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin düz mərkəzində Bravo Marketin tam qarşısında yeni tikili 20 mərtəbəli binanın mansarında kupçalı mənzili sizlərə çəkib təqdim edəcəm. 70 kvadrat ümumi sahəyə malikdir, qanuni 2 otaqdır, kupçalıdır, yeni təmir olunub və təmirdən sonra yaşayış olmayıb. Qaz su işıq təminat fasiləsizdir, istilik sistemi kombidir, orta mənzildir. Sənəddə də mənzil gedir. Lift 19-cu mərtəbəyə qədər qalxır. Bir mərtəbə pilləkənlə qalxırsınız. Mənzilimizin giriş hissəsi yerləşir. Giriş qapıdan mənzilə daxil olduqda dəhliz koridor hissəsi bizi qarşılayır. Baxın bu şəkildə və bütün otaqların girişi dəhliz koridor hissədəndir. Sağ tərəfdə yığılmış qardırov hissə mövcuddur. Baxın bu şəkildədir. Soldan sağa doğru olaraq mən sizə təqdim edəcəm. Qiymət də sizlərə qeyd edəcəm. Burada mənzilin sanitar qovşağı yerləşir. Kifayət qədər geniş ölçüyə malik bir sanitar qovşağımız var. Döşəmə qranit mərmər və istifoldan ibarətdir. Lazım olan bütün aksesuarlar tam şəkildə qurulu vəziyyətdədir. Alıb yaşamağa, kirayə vermək üçün ideal təklifdir. Qiymət də çox münasib qiymətdir. Dəhlizimizdə döşəmə qranit mərmər və istifoldan istifadə olunub. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunmuşdur. Burada mənzilimizin bir otağı yerləşir. Baxın, bu şəkildədir. Bütün otaqlarda kombi bateriyası yerləşdirilib. Bu otağı sizlərə təqdim elədik. Burada mənzilimizin mətbəx hissəsi yerləşir. Tam boy axıra qədər qurulu mətbəx hissə, döşəmə qranit mərmər və istifoldan istifadə olunub. Hal-hazırda ev çox istidir, yaxşı istidir. Soyuducu üçün ayrılmış zolaq var, aspirator üçün ayrılmış zolaq var. Hər bir detal düşünülərək təmir olunub və mətbəxdən eyvana çıxış hissə mövcuddur. Gördüyünüz kimi bu şəkildə belə bir eyvan var. Binamızın çox geniş həyəti var, yeraltı dayanacaq var, 2 sürətli lift var. Baxın bu şəkildə belə bir eyvan hissə mövcuddur. Pəncərə, vitrin pəncərədir. Yəni bu şəkildə. Qiymət çox münasib qiymətdir. Burada isə mənzilin yataq otağı yerləşir. Baxın bu şəkildə belə bir yataq otağı var. Mənzil haqqında ümumi məlumat və qiyməti sizlərə qeyd edəcəm. Qeyd edin, mənzil mansar tipli mənzil gedir. Sənəddə də mənzil yazılır. Sənədi kupçadır, çıxarışdır, texpasportdur. Mənzilimiz Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin girişində İnşaatçılar metrosuna 2 dayanacaq məsafəsində yeni tikili 20 mərtəbəli binanın mansarında yerləşir. Bir mərtəbə pilləkənlə qalxırsınız. Lift 19-cu mərtəbəyə qədər qalxır. 70 kvadrat ümumi sahəyə malikdir. Qanuni 2 otaqdır. Kupçalı çıxarışlı bir mənzildir. Qaz su işıq təminatı fasiləsizdir. İstilik sistemi kombidir. Qiymət 120 min manat təyin olunmuşdur. Real alıcıya endirim olunacaqdır. Belə qeyd edim ki, bu mənzilin 2 mərtəbə, 1 mərtəbə aşağısının qiyməti 170-165 min manatdır. Bu mənzil isə mansard olduğuna görə, yəni sonuncu mərtəbə olduğuna görə 120 min manata təklif olunur. Mansard dedikdə düzdür, əyri heç bir hissəsi yoxdur. Sənəddə də mənzil kimi qeyd olunmuşdur. Qiymət 120 min manat qeyd etdiyimiz kimidir. Endirim olunacaq, açar bizədir. Gün ərzində mənzilə əyani şəkildə baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.